Zaur Qəriboğlu ilə siyasi reaksiya. Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reaksiya TV-də siyasi reaksiyanın növbəti buraxılışıdır. Dünən axşam saatlarında çox maraqlı bir yazı qarşıma çıxdı. Bu yazını yazır siyasi şərhçi Taleh Şahsuvarlı. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Tural Sadıqovun mənsub olduğu mühacir blogerlər komandasının qapısına tam 9-luqdan bir qol vurdu. Geniş bir yazıdır. Mən bu yazını çox maraqlı oxudum və xüsusilə diqqətimi çəkən nə oldu? Vətənə xəyanət anlayışı. Taleh bəy bu yazısında müqayisə edir ki, Azərbaycan Konstitusiyasında vətənə sədaqət anlayışı var, amma Azərbaycan Cinayət Məcəlləsində isə dövlətə xəyanət maddəsi var. Çox maraqlı bir yazıdır. Mən elə tamaşaçılarımıza da yeri gəlmişkən tövsiyə edərdim ki, bu yazını tapıb internetdən oxuyasınız və dünən axşam elə saatlarında yazı ilə bağlı Taleh bəylə əlaqə saxladım və yazın haqqında öz fikirlərimi paylaşdım və xahiş etdim ki, bugün studiyamıza gəlsin. Kimlər vətənə xəyanət edir, kimlər dövlətə xəyanət edir, kimlər vətənə sədaqətlidir mövzusunda çox maraqlı bir müzakirə aparaq. Əziz dostlar, dəyərli izləyicilər, sizdən də xahişim budur ki, indidən yayımı bəyənib paylaşasınız, gedişatda öz rəylərinizi, öz fikirlərinizi canlı chat bölümündə yazasınız, videonun aşağısındakı rəy hissəsində yazasınız. Xoş gördük Taleh bəy, xoş gəlmişsiniz. Çox sağ olun, çox təşəkkür edirəm. Elə öncə sizin o yazıdan başlayaq. Gerçəkdən də mənim çox diqqətimi çəkdi. Mən ümumiyyətlə sizin yazdığınız analitik yazıları oxuyuram. Ümumiyyətlə izləyirəm. Bütün analitika ilə məşğul olanların yazılarını oxuyuram. Bu işimiz icabıdır həm də ki, bu kimi yazıları oxumaq. Bu vaxta qədər ki, Hikmət müəllimin o dialoqu ilə bağlı müxtəlif fikirlər yazılmışdı, müxtəlif rəylər verilmişdi. Amma bunu bir analitik yazıya çevirmək, mən ilk dəfə sizdə oxudum bunu, o yüzdən dəvət etdim sizi gələsiniz. Müxtəlif fikirlər var, hətta elə adamlar var burada, elə adamlar var ki, bunu başqa səmtə də yönəltməyə çalışırlar. İndi mən o adamlara da sual verirəm ki, siz vətənə sədaqətli mi adamlarsınız ki, bunu başqa səmtə yönəltməyə çalışırsınız? İndi hər halda bu gedişatda, bu verilişimizdə sizinlə dediyim kimi aydınlaşdırmağa çalışacağıq. Kimlər vətənə xəyanət edir, dövlətə xəyanət edir, kimlər isə vətənə sədaqətlidir. Çox sağ olun Zaur bəy, xoş sözlərinizə görə öz təşəkkürümü bildirirəm. Sözün açığı, sizin sualınıza bir qədər fərqli yerdən başlamaq olar. Ancaq madam ki, siz vətənə xəyanət və dövlətə xəyanət anlayışları arasında fərqə ilk növbədə toxundunuz. Ona görə də mən də istəyirəm ki, ilk növbədə məhz bu anlayışlar arasındakı fərqi izah eləyəm. Bilirsiniz ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dövlətə xəyanət əməli cinayət tərkib kimi göstərilir. Konkret sanksiyalar var, konkret hallar göstərilir ki, hansı hallarda törədilən əməl və dövlətə xəyanət kimi qiymətləndiriləcək və cəzalandırılacaq. Fikir verirsinizsə, orada anlayış dövlətə xəyanətdir. Ancaq biz danışırıq vətənə xəyanətdən. Hikmət müəllimin də orada verdiyi Tural Sadıqlı ilə o belə deyək, ayaqüstü qarşılaşmada, ayaqüstü polemikada verdiyi sual ondan ibarət idi ki, vətənə xəyanət necə gedir? Burada Konstitusiyamıza əgər biz baxsaq, Konstitusiyamızın 174.1 səhv eləmirəmsə maddəsi olmalıdır. Orada çox aydın bir hökm, norma müəyyənləşdirilibdir. Cümlə belədir ki, deməli, vətənə sədaqət hər bir vətəndaşın müqəddəs borcudur. Burada da əgər fikir verirsinizsə, artıq dövlətə yox, vətənə sədaqətdən söhbətdən gedir. Və ikincisi də biz bu normanın yaradan kəlmələrə baxsaq, cümlənin tərkibinə baxsaq, görəcəyik ki, burada heç də hüquqi, belə deyək də, özü özlüyündə hüquqi məzmun daşımayan
daha çox abstrakt ifadələr kimi səciyyələndirilməli olan, deyək ki, vətən anlayışıdır, sədaqət anlayışıdır, müqəddəs, hətta metafizik anlayışdır. Bu kəlmələrdən qurulubdur həmin norma. Siz maddə neçə dediniz, bir də deyin. 174.1 olmalıdır səhv eləmirəmsə. 74.1? 174.1. 174 yoxdur axı bizdə maddə. Konstitusiyada 174.1 olmalıdır. İndi mən də baxarım. Orada maddədə yanlış deyirik. Onu taparıq indi. Hə, siz 74.1. Hə, ona görə 74.1. Bəli. Çünki 174 maddə yoxdur. Yadımda ola bilsin ki, dəqiq. 74.1-ci maddədə göstərilir ki, vətənə sədaqət müqəddəsdir. Və həmin gəlin oxuyaq da, vətənə sədaqət müqəddəsdir. Maddə 74-dür, vətənə sədaqət maddəsidir. Vəzifəyə seçilmə və ya təyinat yolu qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə. O sonrakı artıq bəndlərdə əsas anlayışı biz oradan götürürük ki, vətənə sədaqətin müqəddəsliyi barədə. Vətənə sədaqətin müqəddəsliyi praktikada biz necə özünü göstərir? Yəni bu anlayış hansı əməlidir, hansı bu ümumiyyətlə hüquq nəzəriyyəsində deklarativ norma bu adlanır. Yəni bəyan edici norma. Bu hətta buna müəyyən qədər biraz elmi termindən çox belə danışmaq istəmirəm sözün açıq, amma meta prinsip də demək olar. Əslində biraz dərindən baxdığımızda, dərindən yanaşdıqda bizim bütün o dövləti, konstitusiyanı, bizim hüquq və azadlıqlarımızı, vətəndaş olaraq vəzifələrimizi yaradan prinsip budur. Və bu konstitusiyanın özündən, o vətənə sədaqətin müqəddəsliyi konstitusiyanın özündən əvvəldir. Amma sonra konstitusiyanın özündə bu normaya çevrilib. Ona görə bunu biz müəyyən qədər də metaprinsip adlandıra bilərik. Və siz təsəvvür eləyin ki, Azərbaycan Respublikasının konstitusiyasında bir fakt deyim, yəni bu müqəddəsliyi anlatmaq üçün göstərilir ki, Azərbaycan unitar dövlətdir və Azərbaycan Respublikasının unitarlığı məsələsi referenduma çıxarıla bilməz. Yəni garantiya altındadır, toxunulmazlıq altındadır. İndi hər hansı bir insan çıxdı, hər hansı bir vətəndaş çıxdı, dedi ki, mən istəyirəm ki, Azərbaycan Respublikası unitar yox, federativ dövlət olsun. Bəli. Bunun söz azadlığı var, ifadə azadlığı var. Düzdür, ilk baxışdan dinç vasitələrlə istəyir bunu. Deyir ki, mən referenduma təklif eləyəcəm, 155-ci maddəni dəyişəcəm, o toxunulmazlığı verən maddəni dəyişəcəm, ondan sonra da ölkəni çevirəcəm, deməli, federativ respublikaya. Ancaq burada zorakı çağırışlar yoxdur, fikirdir, ortaya atıb, düzdür. Dövlətə demək xəyanət, dövlət quruluşunu zorla dəyişmək, konstitusiyon quruluşu zorla dəyişmək çağırışları da yoxdur. Amma biz niyə həmin o unitarlığı garantiya altına almışıq? Onun dəyişdirilməsi demişik ki, çıxa bilməz. Çünki bizim dövlətin fəlsəfəsi bundan ibarətdir. Bilmirəm, fikrimi izah edə bildim. Əlbəttə. Əgər bir adam durub bizim ölkəmizin, bizim respublikamızın unitarlıq deməli unitarlığının əleyhinə təbliğat aparırsa, bu vətənə xəyanətdir də. Çünki biz onu ona görə garantiya altına almışıq ki, ona görə demişik ki, bizim dövlət məhz unitar olmalıdır, heç vaxt federasiyalaşa bilməz. Çünki bizim dövlətin fəlsəfəsindən doğur. Bir daha deyim. Bunun fəaliyyəti biz vətənə xəyanət kimi yoza bilərik. Çünki dövlət üçün risk yaradır, xalq üçün risk yaradır, gələcək üçün risk yaradır bu federasiyalaşma. Amma eyni zamanda cinayət tərkibi də yaratmır. Çünki cinayət tərkibi o halda yaradardı ki, bu konstitusiyon quruluşu zorla dəyişdirilməsinə çağırış eləsin. Bu halda artıq hansı vəziyyət ortalığa çıxır? Vətənə xəyanətlə dövlətə xəyanət eyni hüquqi kateqoriyalar deyil. Və bu eyni olmamaqda oradan yaranır ki, biri deklarativ normadır, biri artıq cinayət əməlidir, cinayət tərkibidir, sanksiyalaşdırılıbdır. Və ona görə də biz vətənə xəyanət deyəndə o Sovet dövründən qalmış, Sovet dövrünün stereotiplərindən qalmış, elə hər kəsi cinayətdə ittiham eləyir məsələsi deyil. Biz oturub düşünməliyik ki, bu vətənin ehtiyacları nəyədir? Bu
ölkənin, bu xalqın ehtiyacları nəyədir? Mən adətən bunu sistemləşdirirəm 3 istiqamətdə. Amma bu 3 istiqamətdə danışmazdan əvvəl icazənizlə bir tarixi əhvalat danışmaq istəyirəm. Sözün açıq mən bilmirəm bu nə qədər gerçək tarixi əhvalatdır. Ancaq hər halda orta əsr qaynaqlarından bizə gəlib çatmış, bəlkə də salnaməçilərin, tarixçilərin improvizasiya elədiyi bir halda, amma elm tarixi ilə məşğul olan hər kəs onu bilir. Sezar Kremonin var idi, məşhur orta əsr, 16-cı əsrdə yaşamış orta əsr filosofdur, İtalyan mənşəli, Aristotelçi idi. Və Galilei ilə də, məşhur astrofizik Galilei ilə də çox yaxşı münasibətləri var idi. Eyni zamanda bir-birinin dünya görüşünü qəbul eləmirdilər. Yəni ziddiyyətdə olan insanlar idi. Bir gün Galilei Kremonini çağırır yanına, teleskopu göstərir və deyir ki, sən mənim dediklərimə inanmırsan, məni yalançı adlandırırsan, məni ittiham eləyirsən. Bu teleskop bu sən. Bir bax ki, səmada nələr baş verir. Əgər o səmaya baxsa, bunun indiyənə qədər müdafiə elədiyi bütün o Aristotelçi sistem çökəcək. Yəni, bu görəcək ki, o səmada tamam fərqli reallıqlar var, fərqli gerçəkliklər var. Bunun dediklərindən daha fərqlidir. Bu, çox məşhur bir cavab verir, deyir, baxmıram. Bugün Azərbaycanda həmin o gerçəkliyi qəbul etmək istəməyən, həm də Azərbaycandan kənarda, təhsil bizim soydaşlarımızda qlobal sistemdə Azərbaycan gerçəkliyini görməməyə, Azərbaycan gerçəkliyinə baxmamağa meyilli və bunda necə deyirlər, israr edən çox böyük qüvvələr var. Və mən ona görə də deyirdim ki, həmin yazıda da bildirmişəm ki, indi Hikmət müəllim bilirsiniz, Tural Sadıqlı ilə spontan bir şəraitdə rastlaşır, ona yaxınlaşır, o məşhur sualını verir ki, vətənə xəyanət necə edir? Bax, o sual, mən həm yazmışam, bugün buradan da Reaksiya TV-nin deməli auditoriyasına söyləmək istəyirəm. O sual Tural Sadıqlıdan çox-çox böyükdür. Nəyə görə? Azərbaycanın müstəqil dövlət kimi yaratdığı gerçəkliyi qəbul eləməyənlər var. Çox adi bir misal, 44 günlük müharibədən əvvəlki dövrü götürək, sizin də yadınızdadır, bütün cəmiyyətin də yadındadır. Nə deyirdilər? Deyirdilər ki, Azərbaycan ordusunun hərbi əməliyyatlar keçirməyə, qalib gəlməyə potensialı yoxdur. Sonra biz hərbi əməliyyatlar keçirdik, qalib gəldik. Bu dəfə dedilər ki, yox, bu kimlərinsə güya icazəsi ilə baş verib, kimlərinsə Xankəndə oldu, belə bir hesabına baş verib. Amma nəticə etibarilə, hətta bu dediqodunu da bir qırağa qoysaq, biz 44 günlük müharibədə qazandığımız qələbəni və o qələbənin yaratdığı reallıqları nə Birləşmiş Ştatlara, Biden administrasiyasına qəbul elətdirə bilirdik. Biden idi də o dövrdə. Bəli. Nə Avropa 44 günlük vətən müharibəsində deyirsiniz? Yox, ondan sonraki dövrlərdən sonra Biden gəldi də, çünki Trump'ın axır birinci axır doğrudur. Nə Amerika qəbul elətdirə bilirdik, nə Avropaya qəbul elətdirə bilirdik. Avropadan hələ də hamının yadındadır, o əllərinə durbun verib göndərmişdilər ki, gedin Azərbaycanı, həmin öz casus şəbəkəsini göndərmişdilər belə. Rusiyanın özü qəbul eləmək istəyirdimi bizim qələbəni? Qəbul eləmək istəmirdi. İran qəbul eləmək istəyirdi. Dünyanın bütün o iri dövlətləri, hətta BMT Təhlükəsizlik Şurasının üzv dövlətləri, onların bizə yanaşmasının belə çox sadə və kobud bir dildə desək, özəti buydu ki, siz kimsiniz ki, bizim icazəmiz olmadan torpaqlarınızı azad eləyirsiniz, ərazi bütövlüyünüzü bərpa eləyirsiniz, dünyanın geopolitik laylarını dəyişirsiniz və buna görə bizə qarşı ittihamlar var idi və bu icazə sistemi ki var idi, biz Qarabağı azad etməyə o dövlət icazə verməz, bu dövlət razılıq verməz falan, biz onların hamısını çöktürdük və bu Azərbaycanın dövlət müstəqilliyinin yaratdığı bir reallıqdır son nəticədə və bu reallıq
bu reallığa baxmıram deyənlər, o bayaqki misalda söylədiyim kimi kifayət qədər çoxdur. Və yaxud ikinci bir tərəfin məsələni götürək. Bizim milli kimliyimizlə bağlı. Bizim Azərbaycan xalqı, Azərbaycan Respublikası vətəndaşlarının toplamı olaraq, məcmusu olaraq özünü kifayət qədər təsdiq eləmiş, kifayət qədər bəşəriyyətə mədəni töhfələr vermiş bir xalqdır. Bizim milli kimliyimizi hələ də müzakirə mövzusu eləmək istəyənlər var. Bizim dilimizi müzakirə mövzusu eləmək istəyənlər var. İndi yəqin ki, biz bu barədə daha sonra geniş danışacağıq. Və bu da həmin o gerçəkliyi, bizim xalq olaraq yaratdığımız gerçəkliyi görməmək belə deyək də tendensiyadır. Və yaxud bizim tərəqqi anlayışımız. Dünyada elə bir xalq yoxdur ki, o müstəqillik qazansın, o yeni bir strateji hədəflər öz qarşısına qoysun, bəşəriyyətə töhfə vermək istəsin və özünü tərəqqi prosesindən kənarda saxlamaq istəsin. Elə bir xalq yoxdur. Biz dünyada gedən, bütün bəşəriyyətin bir parçası olaraq tərəqqinin bir parçasıyıq, tərəqqinin bir yaradıcı qüvvələrindən biriyik. Və bizim xalqın potensialı, özü çox ciddi tərəqqi nöqteyi nəzərdən, progres nöqteyi nəzərdən çox ciddi potensialımız var. İndi bəlkə də şablon olacaq. Şərqdə ilk demokratik dövləti, respublikanı biz qurmuşuq. Qadınlara deməli seçki hüququnu biz vermişik. Operanı biz yaratmışıq və nə qədər biz ilkə imza atmışıq da bu xalqın potensialını ortalığa qoyan əsas göstəricilərdən biridir. Və bu gün bizim tərəqqi anlayışımızı, bizim tərəqqimizin yaratdığı modeli qəbul etməmək çağırışları var, tendensiyalar var. Bax, bütün bunların hamısı enində sonunda gəlir dayanır bir anlayışın üzərində, Azərbaycan anlayışının üzərində. Mən vətəndaşam, bizim hər birimizin, sənin də, mənim də, bizim tamaşaçılarımızın da həyatda müxtəlif rollarımız var. Evdən çıxıb maşın sürüb gəliriksə, biz yolda sürücüyük, ailə başçısıyıq, dərs deyiriksə müəllimik, jurnalistlik və s. müxtəlif sosial rollarımız var. Amma bizim bütün sosial rollarımızın arxasında bir təkanverici, baza anlayış olmalıdır. Bu Azərbaycan anlayışıdır. Və biz əgər öz hərəkətlərimizdə, öz fəaliyyətimizdə, həm evdə, həm sosial həyatımızda, həm xaricə hər hansı, hətta turist səfərimizdə bu Azərbaycan anlayışından çıxış eləyiriksə və Azərbaycan Respublikasının Konstitusiyasının 74.1 maddəsinin deməli bizə həvalə elədiyi o borcu, öhdəliyi vətənə müqəddəsdir öhdəliyini, vətənə sədaqət müqəddəsdir öhdəliyini yerinə yetiririksə, bu zaman artıq biz özümüzə layiqli vətəndaş deyə bilərik. Və bu gün həm Azərbaycanın yaratdığı yeni reallıqlar, həm dünyada mövcud olan çağırışlar ona bizi gətirib çıxardıb ki, biz yeni vətəndaş modelini mütləq müzakirə etməliyik. Mütləq müzakirə eləməliyik. Biz dünyanın harasında dayanmaq istəyirik. Biz öz cəmiyyətimizi hara aparmaq istəyirik. Bizə ideoloji deməli təzyiqlər hardan gəlir? Bizim müstəqilliyimizi, bizim qələbəmizi, bizim tərəqqimizi görmək istəməyənlər, qəbul etmək istəməyənlər, bizim əks davranış modellərimiz necə olacaq? Bizim öz inkişaf davranış modellərimiz necə olacaq? Bütün bunların hamısı bizim cəmiyyətimizin müzakirə etməli olduğu əsas suallardır. Amma nə baş verir? Mən üzr istəyirəm, fikrimi yekunlaşdırım. Bizim müzakirə meydanımız məqsədli şəkildə daraldılır. Baxın, indi Allaha şükür siz uzun illərdir deməli YouTube üzərindən yayım həyata keçirirsiniz və YouTube'un alqoritmləri məndən də yaxşı bilirsiniz. YouTube'un alqoritmləri hesablanıb emosional partlayış üzərində. Düzdür? Bəli. Və bu emosional partlayış dırnaq arasında hərəkatı imkan vermir ki, sağlam düşüncəli insanlar, intellektual insanlar, ölkənin gələcəyini deməli müzakirə etməyə qadir insanlar
bir fikir mübadiləsi aparsınlar. Sağlam bir şəkildə ölkədə, heç bir ölkədə elə bir dünyada ölkə yoxdur ki, orada problem olmasın. Bizim də kifayət qədər problemlərimiz var. Amma biz bu problemlərə yanaşma məqsədimiz nədir? Biz bunu qabardıb inkişafı əngəlləmək istəyiriksə, bu artıq vətənə sədaqət olmadı, vətənə xidmət də olmadı. Yox, bu məsələni biz müzakirə eləyib, problemi aradan qaldırıb, daha rahat bir yol çəkmək istəyiriksə, bu artıq vətənə sədaqətdir və bu sosial şəbəkə alqoritmləri deyək, çox təəssüflər olsun ki, bu bir dövr yaranan boşluqdan istifadə edərək bizim o mühacirətdə olan bir çox insanlar ucuz qəhrəmanlara çevrildilər. Ucuz qəhrəmanlara çevirdilər. Söyüş söydülər, müxtəlif şantaj vasitələri ilə, təhqirlərlə, deviant texnologiya deyirlər də, yəni ona. Deviant texnologiyalarla özlərinə bir obraz yaratmağa çalışdılar ki, güya bunlar həqiqət uğrunda mübarizə aparır, demokratiya uğrunda mübarizə aparır, insan haqları uğrunda mübarizə aparır, amma son nəticədə İstənilən az çox o ziyası olan, işığı olan, həyata aydın baxışı olan insanlar başa düşür ki, bunlar hamısı ucuz qəhrəmanlardır, ucuz popülizmdir. Və həmin ucuz qəhrəmanlıq bir gün partlamalıdır. Bu uzun müddət gedə bilməz, o xalqa heç bir töhfə verə bilməz. Və əgər yadınızdadırsa, çox hörmətli deməli Mehriban xanım Əliyeva, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, elə xarici səfərlərin birində Almaniyada edirlər. Bəli, xarici səfərlərin birində Emindir də adı. Bəli. Emin Hüseynova çox belə tutarlı bir sual ünvanladı ki, o qadın paltarında bəs elədi də, yəni bütün o mənzərə çizildi ondan. Bir sual necə ki o suyunu şarı üfürürlər, o şar üfürülür, bir iğnə ki belə batırılanda o partlamağa məhkumdur. Həmin o obraz, o süni obraz darmadağın oldu. Və Mehriban xanım sözün açığı belə çox qətiyyətli bir sual ünvanladı. Məlumatlı bir aydın məsələdir ki, Mehriban xanım kifayət qədər həm mütaliəli insandır, həm də məlumatlı dövlət adamıdır, əlbəttə. Bəli, və proseslərin də həm içində həm də yönəldən insanlardan adi məsələdir ki, biridir. Bu baxımdan Mehriban xanım həmin sualı Azərbaycana qarşı yönəlmiş böyük bir şəbəkəni əslində bütün o obrazını darmadağın etdi. Bir cümlə ilə bir sualına və yerində verilmiş, vaxtında verilmiş, belə həqiqətən qətiyyətlə verilmiş bir sualına bu məsələlər artıq belə deyək də, düşünən insan üçün məsələ bitdi və bundan sonra artıq sizin dediyiniz kimi Hikmət müəllimin bu vətənə xəyanət necə gedir? Burada mənim yanaşmam nədən ibarətdir? Aydın məsələdir ki, Hikmət müəllim də dövlətin içərisindədir, beynəlxalq münasibətlərin, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsi məzunudur, xaricdə təhsil alıb, intellektual baxımdan, səriştə baxımdan, təcrübə baxımdan kifayət qədər öndədir. Ona görə mən heç onu çox təcrübəli diplomatdır. Karyera diplomatıdır. Yəni bilirsiniz də, diplomatlar iki kateqoriyaya bölünür, siyasi təyinatlı diplomatlar və karyera diplomatları. Karyera diplomatları o adamlara deyirlər ki, onların baza təhsili diplomatiyadır, Xarici İşlər Nazirliyi deməli sistemdə aşağıdan yuxarı irəliləyirlər və müxtəlif diplomatik fəaliyyət missiya həyata keçirirlər. Və bu baxımdan yəni şəxsən mənim üçün bu nəticə, o 2 dəqiqəlik belə deyək də, ayaqüstü polemika nəticəsi təəccüblü olmadı və bizim cəmiyyətimiz üçün də təəccüblü olmadı. Amma bir daha deyirəm, burada o verilən sual var, vətənə xəyanət necə gedir? Bax, o sual üzərində biz daha geniş, artıq Tural Sadıqlı çapından kənarda, o Tural Sadıqlı həmin sualın ünvanladığı auditoriya üçün, hədəf üçün çox kiçik bir personajdır. Biz daha geniş müstəvidə bunu müzakirə etməliyik. Məsələn, indi sözün birini qoyub o birisinə keçməyib, bütün sualı... Davam edin, polemika şəklində söhbət edəyik. Bir fakt deyim mən sizə. Şah İsmail Xətai... Yazınızda da onu qeyd eləmişdim. Bəli, onu qeyd eləmişdim. Şah İsmail Xətai bugün Azərbaycan Respublikasının, Azərbaycan xalqının və Azərbaycan ərazisinin, Azərbaycan anlayışının
bu gün mövcud olmasının arxasındakı əsas səbəblərdən biridir, səbəbkarlardan biridir. Və Şah İsmail bu gün orta əsrlərdə yaşayıb, orta əsrlərdə fəaliyyət göstərib, orta əsrlərdə dövlət qurub. Şah İsmail bizə nədə mane olur bu günləri? Bir orta əsr adamıdır da, orta əsr hökmdardır, orta əsr lideridir, belə demək mümkündürsə. Nədən mane olur? Durub dururkən Şah İsmailə qarşı bu agresiya nədir? Biri çıxıb yazır ki, Şah İsmail Səfəvilər dövrü Azərbaycan tarixinin murdarlıq dövrüdür. O birisi durub deyir ki, Şah İsmail faşist idi. Ömrünün bir 60 neçə ilini yaşayıblar. Bu 60 ildən sonra hansısa bir mühüm dırnaq arasında kəşf eləyiblər. Bu nədir? Yəni Şah İsmaillə bizim cəmiyyətimizin problemi ola bilməz. Niyə ola bilməz? Çünki varlıq səbəblərimizdən biridir. Və yaxud İndi həmin ifadəni olduğu kimi təkrar eləmək istəmirəm. Bu elə ki, bu ABŞ-İran müharibəsi baş verdi, Güney Azərbaycanın öz müqəddəratını, milli müqəddəratını təyin etmək üçün bir tarixi fürsət yarandı. Dərhal başladılar ki, yəqin ki, söhbətin kimdən getdiyini siz də bilirsiniz. Xaricdə yaşayan o dırnaqarası qrafomanlardan biri də ad çəkmək istəmirəm ki, cavab haqqı doğulmasın. Yəni təhqiramiz formadakı Şah İsmail Azərbaycanı birləşdirməyib heç vaxt. Bu Azərbaycan tarixçilərinin uydurmasıdır. Sözünüzü mən izləməmişəm. Mən diqqətlə indi Şah İsmaili mən belə tarixi personajımız olaraq, tarixi qəhrəmanımız olaraq, tarixi hökmdarımız olaraq çox sevdiyim bir şəxsiyyətdir. Ona görə o mövzuda biraz həssasam. Götürüb belə təhqiramiz formada bunu qeyd edir, vurğuluyur və qalan hər kəsi də belə deyək də sizin mənbələrdən xəbəriniz yoxdur, nə bilim o dövrü oxumamısınız və s. İddia nədir? Şah İsmail Azərbaycanı birləşdirməyib. Yəni təhqir hissəsini keçəndə qalan hissə budur. 1500-cü ildə Ağqoyunlu dövləti, Səfəvlərdən qabaq Ağqoyunlu dövləti mövcud idi da. Ağqoyunlu dövləti rəsmi şəkildə həm de jure, həm de facto iki yerə bölünmüşdü. Qızıl Üzən çayından şimaldakı ərazilər deməli bir hökmdara keçmişdi, Ağqoyunlu şahzadəsinə keçmişdi. Cənubdakı ərazilər başqa bir deməli şahzadəyə keçmişdi və Ağqoyunlu kimi nəhəng bir dövlətin ərazisi əlbətlə Şahzadə Murad arasında Ağqoyunlu şahzadələri də bölünmüşdü. Şah İsmail gəldi. Hələ bu bölünməkdir, belə deyək də, hələ o demək deyil, iki hissədən ibarətdir. Çünki o iri feodal evlər var idi, yerli sülalələr ki var idi. Onlar da mərkəzə tabe olmurdular. Yəni o bölünmənin içində də çoxlu alt bölünmələr vardı. Şah İsmail gəldi, bunları birləşdirdi. Səfəvilər dövləti bizim Azərbaycan türklərinin o xaos içində, bölünmüşlük içərisində, taqətsizlik içərisində bir qüdrətli dövlət yaratmaq, onu böyütmək, imperiya çevirmək arayışı idi da. Yəni Şah İsmail bizim xalq olaraq ortalığa çıxartdığımız, sorağında olduğumuz bir şəxsiyyət idi və adətən belə olur da, həm tarix şəxsiyyəti yaradır, həm də şəxsiyyət tarixi yaradır. Bu ikisi qarşılıqlı şəkildə, vəhdətli şəkildə nəhəng bir imperiya yaratdı və Azərbaycan imperiyasıdır. Nəyə görə biz Səfəvilər dövlətinə Azərbaycan imperiyasını deyirik? Qurucu etnosu kimdir? Yəni qurucu deməli kütləsi Azərbaycan türkləridir. Azərbaycan talışlarıdır, Azərbaycan kürdləridir. Yəni o digərləri də var idi. Azərbaycan ərazisində yaşayan digər İran dilli qruplar var idi. Onlar da, amma əsas kütlə Azərbaycan türkləridir. İdeoloji mərkəz harada yerləşir? Ərdəbildə. Azərbaycan ərazisində. Paytaxtı haraydı? Təbriz. Deməli Şirvanı da əvvəlcə vassal dövlətə çevrildi. Daha doğrusu dövlətə yox, vassal feodal evinə çevirdi və bütün o güneydəki hərs-mərsliyə də son qoydu, qüdrətli bir dövlət yaratdı. Yaxşı, bugün əgər biz vətən anlayışından danışırıqsa, Şah İsmail bizim vətənimizin ən şərəfli keçmişidir. Səfəvilər bizim ən qüdrətli
dövlətimizdir. Mənim vətənə sədaqətimi müəyyənləşdirən Bəli. meyarlardan biri mənim Şah İsmailə münasibətimdir, mənim Səfəvilərə münasibətimdir. İndi öz keçmişimə münasibətimdir. Bəli, öz keçmişimə münasibətimdir. Və mən bir az çox bu dövrü öyrənmiş, yəni ən az özüm üçün öyrənmiş, belə deyək də, bir insan kimi sual verirəm. Dünyanın hansı ölkəsi, hansı xalqı, hansı cəmiyyəti olub ki, o birdən-birə göydən zəmbildən yerə düşsün hardansa və birdən-birə millətləşmə prosesinə keçsin. Dünyada elə bir xalq yoxdur. Bütün xalqlar ki, millətləşmə prosesi keçiblər, o cümlədən biz keçmişik, bizim o millətləşmə prosesinə gətirən bir dinamika var, bir tarixi yol var, axım var. Bəli. Biz elə belə gəlməmişik ki. İndi durub deyir ki, Azərbaycan xalqının 18-ci ildə, 1918-ci ildən qabaq heç bir işıqlı keçmişi yoxdur, qaranlıq keçmişdi və s. Və bunu deyən Azərbaycanlı adından deyir, mənə təsir edən deyir. Bax, söhbət o deyir. Söhbət ondan ibarətdir ki, biz bugünün anlayışı ilə, bugünün yanaşmaları ilə Şah İsmailə mühakimə eləyə bilmərik. Uzun Həsəni mühakimə eləyə bilmərik. Nəyə görə? BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul olunub 48-ci ildə. O dövrdə, yəni bizim çağdaş dünyaya yön verən sənəd BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir, düzdür? O dövründə öz qanunları, öz qaydaları, öz belə deyək də alətləri hətta var idi. Və biz indi duruq, indiki belə müasir dövrün çağırışları ilə Şah İsmaili qaralayaq ki, o niyə respublika qurmayıb, sulala hakimiyyəti qurubdur da. Bu doğru yanaşma deyil ki, Şah İsmail da olsun, Çingiz xan olsun və yaxud Osmanlı hökmdarları olsun, bunların hamısı orta əsr dövlətləri kimi öz hakimiyyətlərinin mənbəyini götürürdülər ilahidən. Bu və digər şəkildə özlərini mütləq calamalıydılar. O cümlədən xristiyan dünyasında yer gəlmişkən, ilahiyyə calamalıydılar. Bu orta əsrin bir ənənəsidir. Və bugün biz Şah İsmailə deyə bilmərik ki, sən niyə respublika yaratmamısan. Düzdür? Və yaxud indi başqa bir məsələnin tərəfinə keçək. Bu yenə mən ABŞ-İran savaşı kontekstinə qayıtmaq istəyirəm. Biz tribunada oturub deməli dünya futbol çempionatını izləmirik ki, burada ABŞ komandası qalib gəlsin ya İran komandası qalib gəlsin. Bu geopolitik nüfuz uğrunda çox böyük bir mücadilədir və milyardlar xərclənir hər iki tərəfdən bu müharibənin gedişinə. Mən həyata deyirəm ki, mən Bakının pəncərəsindən baxıram dünyaya, Azərbaycanın pəncərəsindən baxıram dünyaya. Oturub fikirləşirəm ki, qardaş, bu İran bu müharibədə qalib gəlsə, elə bir nəzəri belə ehtimalı yoxdur, amma belə deyək, fərz edin. Qalib gəlsə, Cənubi Qafqazda, hələ Güney məsələsini bir qırağa qoyuram. Cənubi Qafqazda bizim sülh və əməkdaşlıq mühiti yaratmaq üçün Azərbaycanın müstəqilliyini inkişaf elətdirmək üçün, Azərbaycanın bir rifah toplumuna çevirmək üçün bizim çox vacib Zəngəzur dəhlizimizin taleyi sual altına düşür. 2 gündən bir qırmızı cizgi çəkirdilər də. Hamımızın yadındadır. Mən əgər bu Amerika Birləşmiş Ştatları və İran müharibəsinə mən baxış bucağım artıq formalaşır Zəngəzur dəhlizində ki, mənim yanımda, cənub yanımda Birləşmiş Ştatların nüfuz dairəsində olan bir ölkə olsa yaxşıdır. Yoxsa teokratik, Azərbaycana narkotik ixrac eləyən, Azərbaycana ideologiya ixrac eləyən, Azərbaycanda kərimə dövləti qurmaq istəyən bir rejim olsa yaxşıdır. Məncə sual aydındır, ritorikdir. Yaxşı, mən necə ola bilər ki, bu rasional yanaşmanı unuduram, rasional yanaşmanı qoyuram bir qırağa və başlayıb deyirəm ki, Allah eləməsin, mən demirəm ki, bəs teokratik rejimlər qurula bilər də, burada nə var ki, burada nə böyük problem var ki. Qardaş, mən bir daha deyirəm buradan, Azərbaycanda teokratik rejim qurmaq istəyənlər bu ölkəyə xəyanət eləyən insanlardır. Bu ölkəyə, bu vətənə. Gəlirik yenə o sədaqət maddəsinin üzərində. Bəli. Nəyə görə? Hardan alıram mən? Bu
bu fikri mən hardan alıram? Bu cəsarəti, bu qətiyyəti, bu hökm verirəm ki, bunlar vətənə xəyanət edən insanlardır. Oradan alıram ki, bu mən konstitusiya deyir. Konstitusiya deyir ki, Azərbaycan sekulyar dövlətdir, dünyəvi dövlətdir və dəyişə bilməz. Bax, bizim bu dövlətin sekulyar modeli dəyişə bilməz. Və kim ki bunu dəyişmək istəyir? Kim ki bir gün o Türkiyədə bilirsiniz də Fəthullah Gülençilər var idi. Azərbaycanda da bir zamanlar çox aktiv idilər və Türkiyədə yer gəlmişkin indi də baxmayaraq ki, özü ölüb, amma kifayət qədər güclüdülər. Bu yaxınlarda demək Tuncay Özkan keçmiş CHP-nin deyək millət vəkili idi. İndi yeni partiyaya keçiblər bu günlər. Gələcək o barədə də sonda danışarıq. Onun son zamanlar bir kitabı çapdan çıxıb. FETÖ-nün demək bəlləgi kitabı. Orada çox maraqlı bir fakt var. Mən kitabın özünü oxumamışam. Elə müsahibələrindən mən də şəklini görmüşəm. İnşallah Türkiyəyə gedəndə yəqin görüşüb götürəcəm. Orada çox maraqlı bir dənə fakt var. Avropada 400 mindən çox FETÖ-çü yaşayır. Almaniyada 400 mindən çox FETÖ-çüyə deməli siyasi sığınacaq veriblər. Niyə veriblər? Yəni Almaniya başa düşürəm iqtisadiyyatı güclüdür. Ondan sonra Avropa ölkəsidir, insan haqlarına önəm verir. Yox, əsas problem, məsələ bu deyil. Əsas məsələ odur ki, həmin onları kompakt şəkildə qəbul eləyib, gələcəkdə Azərbaycana qarşı, üzr istəyirəm, Türkiyəyə qarşı bir kart kimi istifadə eləmək istəyir. Təbiidir. Bu gün yəni bu heç kimə sir deyil. Orada qalırsan, sənə bu şəraiti niyə yaradıblar? Necə yaradıblar? Almaniyanın vergi ödəyicilərinin pulunu aparıb onlara xərcləyirlər. Yəni get bir Amerikana, get bir Avropalıya, çıxardıb adama 1 sent verməzlər. Dünya dağılır. Sənə niyə verirlər? Amma xeyir ola, sən 400 min Ermənistan boyda bir ölkə de faktik olaraq aşağı yuxarı. Xeyir ola bunu o qədər yatırmırlar. Çünki həmin o mühacirlərdən siyasi kart kimi istifadə edirlər. Və burada bir önəmli nüans var. Biz indi həmişə standart belə yanaşmamız bundan ibarətdir ki, bu Azərbaycandan da Avropaya gedənlərin hamısı elə güya qərbpərəstdir. Tam əksinə, onların böyük bir hissəsi İranpərəstlərdir. Böyük bir hissəsi Rusiyanın müxtəlif o məlum dairələri ilə sadəcə orada yerləşdiriliblər. Bəli, orada yerləşdiriliblər ki, oradan bu işləri yönətsinlər. Baxın, mən sizə bir fakt deyim və bütün tamaşaçılarımızdan da dönə-dönə xahiş edirəm ki, mənə inanmasınlar. Özləri girib dediyim faktı yoxlasınlar. Çünki sorğulayan zəka budur da. Yəni deyiləni qəbul eləyirsən, amma özün yoxlayırsan. Özləri girib yoxlasınlar. Mən sizdən xahiş edirəm. Bu kameraya. Mən sizdən xahiş edirəm. Kremlin saytında, rəsmi saytında Rusiya dövlətinin, Rusiya prezidenti Vladimir Putinin Ukrayna əleyhinə müharibədən əvvəl yazdığı bir məqalə var. Həmin məqalədə Ukraynanı kimliksizləşdirmək, onun əvvəldə danışdığımız dövlət... Bu məsələ də həmin yazınızda əksini tapırdı. Dövlət müstəqilliyinin mövcudluğunu qəbul etməmək, ümumiyyətlə də, yəni Ukrayna ucqar bir Rusiyanın əyaləti idi filan, sizi Lenin yaratdı, Stalin yaratdı filan, indi də torpaqlarınızın yarısından çoxu bizimdir, da indi o bir hissəsindən sizə güzəşt eləyib, deməli, hələ sizə verilib filan. Yəni, o düşüncədə olan bir məqalədir. Və həmin Rusiyanın Ukraynanı işğal etməsinin arxa planındakı ideoloji baza həmin o məqalədir. Siz oradakı məqalədəki irəli sürülən tezisləri götürün və baxın ki, onu Azərbaycana qarşı kimlər tətbiq eləyir, hansı ad altında tətbiq eləyir, necə tətbiq eləyir. Orada sadəcə Rus-Ukrayna kontekstidir. Burada indi birbaşa deyə bilmirlər ki, biz buranın yenidən nüfuz dairəmizə almaq istəyir. Yəni, Rus adından getmir. Başqa şəkildə, başqa formalarda gedir. Baxın, fikrimi izah eləmək üçün bircə dənə fakt deyəcəm. Bizim konstitusiyanın dəyişilməz maddələrindən biri Azərbaycan dövlət dilinin adı ilə bağlıdır. Biz bunu dəyişmək perspektivi və imkanı yoxdur. Çünki o məsələ referenduma çıxarıla bilməz. Dövlət dili. Dövlət dilimizin adı dəyişdirilməsi Azərbaycan dili yox, başqa bir, məsəl üçün, Oğuz dili deyək. Siz təklif eləsəz ki, biz dilimizin adını Oğuz dili qoyaq.
Mən də deyəcəm ki, qardaş, bizim konstitusiya sizin təklifin reallaşmasına imkan vermir. Bu bir dəfə 95-ci ildə qəbul olundu. Azərbaycan elminin, Azərbaycan xalqının, Azərbaycan elitasının bir konsensusu ilə bu məsələ öz elmi və hüquqi təsdiqini tapdı və məsələ bitdi. Siz təsəvvür eləyin ki, üstündən deməli 5 il oradan 95-dən bəri 31 il keçib də bizim konstitusiyamızın qəbulundan. Azərbaycan dilinə qarşı ilin günün bu vaxtında süni intellektin inkişaf etdiyi bir zamanda, informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə niyə bu məsələni daimi sual altına alırlar? Niyə bu məsələni daimi vurğulayırlar? Bax, bu sualın cavabı Putinin dediyim həmin yazısındadır. Bizim milli kimliyimizi gerçəklik kimi qəbul eləmək istəməyən dairələr var. Və mənim hərəkət zolağım haradır? Mənim hərəkət başlanğıcım haradır? Onun biri Azərbaycan dilidir. Mən başa düşürəm ki, Azərbaycan dili, qardaş, unikal dildir, unikal dildir. Birdən çox ədəbi dil ola bilər, ola bilməz. Bizim dil standartlarımız, ədəbi dil həm də dil standartları deməkdir. Rəsmi funksiya, hüquqi funksiya, sosial funksiya, elmi funksiya və s. daşıya bilir, daşıya bilir. Yaxşı, biz bunu niyə hər dəfə çevirib, gəlib bu dilə bir dənə zərbə vurmaq istəyirik? Burada çünki bir məsələ var. Burada məsələ nədir? Burada məsələ nədir? Baxın, bir daha həmin o söhbətə qayıdım. Biz deyirik ki, mən deyirəm ki, Güney Azərbaycanlı soydaşlarımızın, o cümlədən İranda yaşayan bütün soydaşlarımızın öz milli müqəddəratını təyin etmək haqqı var. Bu haqqı talih vermir. Və Zaur Qəriboğlu da onun qarşısını ala bilməz. Bu, beynəlxalq hüquqla təsbit olunmuş və İrandakı bütün xalqlara şamil olunan və hətta onların bircə qərar verməsini də özündə əks elətdirən müasir dünyanın əsas hüquq prinsiplərindən biridir. Biz onu necə dana bilərik? Və onu dananlara siz fikir verin. Onlar əslində həmin hüquqla da bir işləri yoxdur. İranda onları gələcəyi və yaxud keçmişi maraqlandırmır. Bu günü də heç maraqlandırmır. Bircə dənə sözdən qorxurlar, Azərbaycan sözündən. Bax, biz Azərbaycan sözündən mənim öz soydaşım, öz insanım, öz qardaşım, öz millətdaşım niyə qorxmalıdır? Bunu kimlər bizə təlqin eləyir? Bax, əsas sual budur. Bax, bu Azərbaycan sözünə qarşı bu qədər aqressiya, bu qədər ideoloji baskı niyə olmalıdır? Bunun mənbəyi haradır? Bunun hamısı enində sonunda gəlib o məsələnin üzərində dayanır ki, geopolitik alətlər müxtəlif tətbiq olunur. Cənubi Qafqaz uğrunda tarix boyu mübarizə gedib, düzdür? Bugünkü İran İslam Respublikasının ərazisi uğrunda tarix boyu mübarizə gedib. Anadolu uğrunda mübarizə gedib. Xəzər uğrunda mübarizə gedib. Xəzərin Otay uğrunda mübarizə gedib. Mən bu məsələ ilə bağlı bir cümlə deyim, sonra biz mövzudan çox uzaqlaşdıq. Mövzumuza qayıdaq. Deməli, bu Azərbaycan dili, Azərbaycanla bağlı mən bir məsələni deyim ki, bunun mənim fikrimə görə, yəni şəxsən mənim özümdə ona qarşı bir fikir yoxdur. Sadəcə siz də bilirsiniz ki, Azərbaycan dövlətinin də 36-cı ilə qədər dili türk dili olub, millətin də adı türk milləti olub da. Bunu Stalinin bir qərarı ilə dəyişib Azərbaycan dili, Azərbaycan xalqı eləmək, yəni biz indi də o nə dərəcədə Məhəmməd Əmin Rəsulzadə deməli 18-ci ildə, 19-cu ildə, 20-ci ildə, hətta 17-ci ildə Azərbaycanlı kəlməsi işlədir. Mən demirəm, işlətməyik. Əlbəttə ki, işlədirik. Amma Stalin qərarı ilə deyil də. Yox, faktiki olaraq dövlətin adı hansı dövlət idi? 36-cı ilə qədər Azərbaycan dövlətinin adı nə idi? 36-cı ilə qədər orada 20-ci ildən sonraki tarixə baxmaq lazımdır. Azərbaycan Sovet sözü türk dövləti idi. Sovet sosialist türk deyəsən bir ara türk dövləti idi. Qardaş, yazılır türk dövləti, millət də yazılır türk milləti. Yəni indi mən də onu sizə demək istəyirəm ki, yəni sizinlə belə deyək, anlamıram, niyə qəbul etmək istəmirsiniz ki? Deyirsiniz ki, bütün dünyada millətləşmə prosesləri gedir.
Millətləşmə prosesinin bir neçə komponenti var. Onun biri coğrafi komponentdir. Və bu Azərbaycan coğrafiyasında yaşayan deməli türklər biz millətləşmə prosesinə girəndə artıq öz unikallığımızı ortalığa qoymalıyıq. Əgər biz unikallığımızı ortaya qoya bilmiriksə, biz millətləşmə prosesindən keçə bilmərik və dövlət milləti statusu da ala bilmərik. Və bizim millətləşmə prosesinin ortalığa çıxartdığı məntiqi yekun odur ki, biz türk mənşəli deyilik, türk mənşəliyik. Bir mənalı şəkildə türk mənşəliyik. Amma millət olaraq artıq biz digər türklərdən fərqləndik. Məsələn, özbəklərdən fərqləndik, qırğızlardan fərqləndik, tatarlardan fərqləndik, Anadolu türklərindən fərqləndik. Bu da coğrafiya ilə bağlıdır. Bu ümumiyyətlə millətləşmə prosesinin arxasında dayanan faktorlardan biri deməli coğrafi faktordur. Mən başa düşürəm. İkincisi deməli din faktoru da ola bilər, kültürel faktorlar da ola bilər. Yəni bu nəhəng bir prosesdir və nəhəng bir prosesin, tarixi prosesin ortalığa çıxartdığı milli kimlik Azərbaycanlıdır. Bizim başqalarından fərqimiz, bizim bu dövləti yaratmağımıza rəvac verən faktor bizim milli kimliyimizdir. Bizim milli kimliyimizdə təsbit olundu. Mən sizi aydın deyib başa düşürəm, doğru deyirsən. Amma o mənşəlli sözünüzü anlaya bilmirəm. Türk mənşəlli nədir? Mən elə türkəm, siz də türksüz də. O mənşəlli qalsa Fars Hind mənşəllidir, erməni Hind mənşəllidir. Onda belə çıxır. Mənşəli niyə? Mənşəli ilə deməli millətin arasındakı fərq nədir? Bax, mən dediyim yenə həmin məsələyə qarşı qayıtmaq lazımdır. Millətləşmə kapitalizm dövründə ortalığa çıxıbdır. Millətləşmə kapitalizm. Kapitalizmdən əvvəl türk milləti yoxdur. Kapitalizmdən əvvəl Rus milləti yoxdur, Fransız milləti yoxdur, nə bilim, Alman milləti yoxdur. Bütün millətlər, biz uluslar, nationalda, hamısı kapitalizm məhsuludur, urbanizasiya məhsuludur, müasir texnikanın, modernizmin məhsuludur. Əgər biz kapitalizmdən əvvəlki çağlardan danışırıqsa, orada millət yoxdur. Millətin mənşəyi var. Milləti, bayaq dediyim, heç kim göydən zəmbillə yerə gəlmədi. Millətin mənşəyini yaradan sosial, etnik, siyasi, iqtisadi və s. faktorların toplamı olaraq qruplar, yaratdığı qruplar var, amma millətin özü yoxdur. Biz əgər millətdən danışırıqsa, ki, mənim millətim türkdür, Azərbaycanlıdır və yaxud başqa bir Rus deyir ki, tutaq ki, mənim millətim Rusdur, Alman deyir ki, mənim millətim Almandır. Bütün bu millətləşmə kapitalizmin məhsuludur. Kapitalizmdən əvvəl tarixdə millət axtarmaq, bu absurd bir şeydir. Bu başqa bu mövzudur, bunu inşallah mütəxəssislə müzakirə etmək olar. Amma mən istəyirəm öz mövzumuza qayıdaq. Öz mövzumuza qayıdaq ki, çox qəribədir. Mən bu məsələ ilə bağlı dəfələrlə danışmışam, demişəm. Elə adamları bizə təqdim eləyirlər qəhrəman kimi ki, o adamlar pərdə arxasında qəhrəman falan deyirlər. Öz şəxsi maraqları var, öz xəyanətləri var, dövlətə də xəyanətləri var, millətə də xəyanətləri var, vətənə də xəyanətləri var. Amma bunları bizə qəhrəman kimi təqdim edirlər. Niyə? Çünki əlbəttə ki, bizim izləyicilərimizin hamısı, belə deyək də, ziyalı deyil, hamısının işi gücü araşdırmaq deyil. Bəzi səhər çıxır, işinə gedir, çörək qazanır, evinə gəlir. Yəni, onun araşdırmaq imkanları yoxdur. O sadəcə baxır, deyir ki, bax filan kəs görürsən, mənim problemimi qaldırdı, bu məsələni dedi. Amma onun arxasında hansı işi görür? Onun əsl məqsədi nədir? Bu problemi qaldırmaqla ki, sənə yaxşı görünsün, əslində nə edir? Biz bunları cəmiyyətə çatdırmalıyıq ki, cəmiyyətin o düşünən təbəqəsi, yoxdur, burada belə deyək də, bizi yanlış anlayan da ola bilər, başqa cürə düşünən də ola bilər. Bizə lazımdır ki, o düşüncə insanı ki, millətlər, bayaq elə millətlərdən danışırıq, kimin üzərində gedir? O düşüncə insanların, ziyalıların üzərində gedir də. Onlar anlamalıdır, onlar milləti anlatmalıdır. Bax, bu günləri müasir dövrdə yaşayırıq, 2026-cı ildir. Bu günün də ziyalıları elə bizlər, sizlər, biz də əgər o qorxub
ki, əşki nəyimə lazım deyə durum kənarda həqiqəti gizlədəcəksə, bu millətin taleyi artıq gələcəyi sual altına düşəcək. Deməli, Asif Əfəndiyevin bir sözü var. Yazırdı ki, xalq, millət, körpə uşaq kimidir, onu biz ziyalılar böyütməliyik. Həmin prosesdə üzünə cırmaq atacaq, sənə əl atacaq, vuracaq, amma uşaqdır da, yəni böyütməlisən onu. İndi biz həqiqəti çatdırmalıyıq ki, bax bu qəhrəmanları bizə kim sırıyır, necə sırıyır və bunların əslində niyyəti nədir? Çox maraqlı sualdır və əslində çox da dərin sualdır. Birincisi, postmodernizmin özünün gətirdiyi bir reallıq var. Gerçəkliklə, əgər buna bir epistemoloji olaraq baxsaq, gerçəkliklə deməli, real imic arasındakı ziddiyyətlər olur. Bunun da ən böyük örnəyi, bu ziddiyyətin ən böyük örnəyi elə bu günlərdə qardaş yenə Türkiyədə yaşandı. Haluk Levent adında məşhur bir sənətçi vardı və sözün açıq mənim də qulaq asdığım belə rəğbət bəslədiyim bir sənətçi idi. Bu bir xeyriyyə cəmiyyəti yaradıb, xalqdan bir nə qədər pul toplayıb, söhbət 100 milyonlardan gedir, aparıb qumarda uduzub və bütün Türkiyə cəmiyyəti şoka düşüb, travmaya alıbdı. Və sizin dediğiniz sual bu. Bir tərəfdən qəhrəman idi dünənə qədər. Bunun arxasında artıq bunun əməlləri üzə çıxanda bu oldu, yəqin ki, cinayətkar olacaq da. Çünki bu qədər ittiham, yəni boş-boşuna deyil, məhkəmə hökmü ilə cəzalandıracaqlar. Və əslində belə deyək də, cəmiyyətdən təcrid olunmalı bir insan əslində faktiki olaraq cəmiyyətin qabağında qəhrəman kimi çıxıb. Çox böyük insanlarla ünsiyyətdə olub, çox böyük paralar toplayıb insan. Türkiyənin güvənilər adamı seçilib. Bax, bu məsələdə mən hesab edirəm ki, bu bizim birinci cəmiyyətimizin özünün nöqsanlarından biridir və tarixi nöqsandır. Yəni, mən demirəm ki, bu birdən-birə bu nöqsan yaranıb. Nəyə görə? Cəmiyyətin müxtəlif filtrasiya institutları olmalıdır ki, yaxşı ilə pisi həmişə ayırt eləsin və yaxşının meyarlarını müəyyənləşdirsin. Mənə görə yaxşı olanla sizə görə yaxşı olan arasında fərqli olacaq. O birisinə görə pis olanla o birisinə görə yaxşı olan arasında fərq hətta olmaya bilər. Yəni qaçıq bir anlayışlardır bunlar. Amma biz həm də insanlar şuurlu varlıqlardır və insanların içində həmişə yaxşıya meyil var. Bütün insan, ən pis insanın içində belə yaxşılığa, doğruya bir meyil var. Və həmin o meyili düzgün təşkilatlandıranda, onun mexanizmlərin cəmiyyətlər düzgün quranda, sizin dediyiniz o saxta qəhrəmanlar ortalığa çıxmır. Saxta xeyriyyəçilər ortalığa çıxmır. Fırıldaqçılar, dəladuzlar ortalığa çıxmır. Və bunun bütün cəmiyyətlərdə var bu cür adamlar. Amma onun qabağını saxlayan, onları bir önə çıxmasını əngəlləyən müəyyən mexanizmlər olur. Və tutaq ki, belə götürək də, bizim bugünkü mətbuatımızdan götürək. Bugün bizim mətbuatımız, mediamız həqiqətən də başqa tərəflərini demirəm, sırf analitik nöqteyi nəzərdən götürsək, Cənubi Qafqazda, hətta Türkiyənin özündə, hətta baxmayaraq ki, illərlə Azərbaycan provinsiya olubdur, amma Rusiyanın özündən bizim artıq analitik mediamız daha güclüdür. Amma çox səmiyyətlə deyirəm. Və buna rəğmən elə insanlar var ki, redaksiyanın əslində qapısından içəri girməli deyil. Çünki onun savadı, səviyyəsi, kübarlığı, nəzakəti media doluşublar da və onların da sayəsində biz özümüzə çox vaxt jurnalist deməyə utanırıq sözünü açılır ki, deyəcəklər ki, yəqin bu da gedib oradan, buradan, nə bilim, neyinir. Deməli, bu sistem hansısa mərhələdə öz-özünü qorumayıbdır. O cümlədən cəmiyyətlər də elədir. O cümlədən xalqlar da elədir. Bütün xalqların içində pis də var, yaxşı da var. Bütün xalqların içində oğru da var, doğru da var. Amma cəmiyyət onu necə sistemləşdirib üzə çıxardır? Bax, bunun üzərində düşünmək lazımdır. Və yenə mən gəlirəm ki, həmin məsələyə, bax, bizim fəaliyyətimizin arxasında, mərkəzində
Bizim ideoloji orientasiyamızın əsasında Azərbaycan anlayışı dayananda biz fəhlədə olsaq deyəcəyik ki, bu binanı yaxşı tikək. Çünki Azərbaycan üçün tikirəm bu binanı. Bəli. Jurnalist kimi də fəaliyyət göstərəndə deyəcək, yaxşı yazaq, Azərbaycan üçün yazıram. Və yaxud siyasətçi öz siyasi əməllərində, hüquqşünas öz hüquqi fəaliyyətində da müxtəlif alim öz intellektual resursların yaradılmasında həmişə bu Azərbaycan qayəsinə xidmət edəcək. Və bunun da sözün açığı alternativi yoxdur. Məsələ budur. Ya biz bir millət olaraq, bir xalq olaraq, dövlət olaraq var olmaq istəyiriksə, innovasiya yaratmalıyıq. İnnovasiya yaratmaq üçün pozitiv elmi dünya görüşə sahib olmalıyıq. Yox, əgər biz deyiriksə ki, bizə pozitiv elm lazım deyil, bizə pozitiv elmi dünya görüşü lazım deyil, biz elə məsələləri orta çağın o inanc sistemi ilə öz yoluna qoyacaq. Mən yeri gəlmişkən müsəlmanam, hətta İslami şiə demək etiqadında olan bir insanam. Amma mən başa düşürəm ki, artıq dünya elmlə dini bir-birindən ayırıbdır. Nəyə görə? Baxın, Avropa nəyə görə inkişaf elədi? Tarixinin müəyyən bir nöqtəsində bu qənaətə gəldilər ki, qardaş, Hansı ki daha radikal idilər ha? mən sizə deyim, inkvizasiya məhkəmələri orada olan İslamda olmuyor. İslam tarixində yoxdur. Senzura, xristianlıqda olan senzura İslam tarixində heç zaman olmayıbdır. Bunlar bir şeyi başa düşdülər ki, qardaş, elm ayrı şeydir, din ayrı bir şeydir. Dinin yeri mənim ürəyimdir, beynimdir. Tanrı bilər, mən bilərəm də. Yəni uzun sözün qısası belədir. Amma mən bunu qoy elmi fəaliyyətimə qarışdırmayım. Qoy mən bunu iqtisadi fəaliyyətimə qarışdırmayım, siyasi fəaliyyətimə qarışdırmayım. Öz inancımı normal şəkildə yaşayım. Və kim ki bu cür inancın yaşayır, bu adamlara heç kim deyə bilməz ki, sən niyə bu əqidəyə inanırsan və yaxud inanmırsan, hətta inanmırsan. Heç kim bunu deyə bilməz. Amma artıq bir xaricdən Azərbaycana ixrac olunan təlim üzərindən, məsələn, Fəthullah Gülen olsun, Xomeyniçiliyi olsun, Səudiyyə Ərəbistanından göndərilənlər olsun, bunun üzərindən artıq sən mənim cəmiyyətimi dizayn eləmək istəyirsənsə, sən mənim ölkəmdə dini balansı dəyişmək istəyirsənsə, sən mənim ölkəmdə deməli konstitusiyon quruluşa kərimə dövləti yaradıram deyib riskləri yaradırsansa, onda sən cəmiyyətdə müqavimət göstərəsən. Bu ölkənin ziyalılarından, düşünən insanlarına müqavimət göstərəcəksən. Biz də elə deməyəcəyik ki, gəl mənim kodlarımı dəyiş, çıx get. Düzdür? Təbii. Ona görə həmin filtrasiya sistemi mütləq və mütləq qurulmalıdır. Ümumiyyətlə mən belə düşünürəm ki, hansı sahədən, hansı istiqamətdə olur olsun, hətta mübarizə də əxlaq çərçivəsində olmalıdır. Əxlaq çərçivəsində. Hətta qarşındakı əxlaqsız olsa belə sən onunla mübarizəni əxlaq çərçivəsində aparmalısan və sözünü elə deməlisən ki, yəni mən dünyada belə bir tanımıram, bilmirəm ki, söyüşlə, təhqirlə, nəyisə dəyişəsən, nəyisə əldə edəsən. Yəni, belə bir şey yoxdur dünyada. Mən xatırlamıram, bilmirəm, görməmişəm, eşitməmişəm. Bu sadəcə bir mənəvi terrordur. Mənəvi terror ki, insanları mənəvi terrorla üz-üzə qoyurlar və insanları məhv etməyə çalışırlar ki, bunun da başqa bir adı yoxdur. Mən bunu öz millətimə, öz dövlətimə qarşı edirəmsə, bu elə qaydıran verilişimizin əvvəlinə elə vətənə xəyanətdir. Sən istəyir özünü qəhrəman təqdim elə, istəyir nə bilim milli qəhrəman elə, neynirsən elə, sənin əməlindən söhbət gedir ki, sən mənəvi terrorla məşğulsan. Vacib deyil ki, əlinə silah alasan, döyüşəsən. Qarşın sənə cavab vermək şansı olmayan, yəni məsafə baxımından adamları mənəvi terrorla üz-üzə qoyursan. Baxın, Zahir bəy, çox maraqlı bir məqama gəldik. Bu günlərim deməli verilişdən əvvəl mən ötəri rastıma çıxdı, oxudum. Deməli Birləşmiş Ştatlarda, Amerika Birləşmiş Ştatlarında orada bir xüsusi deməli komitədə, yəni dövlət komitəsində bir layihə müzakirəyə çıxardıblar və Dağlıq Qarabağdakı bizim o tutub gətirdiyimiz separatçılar, mühakimə elədiyimiz separatçıların dərhal və qeyd şərtsiz azad edilməsi Azərbaycandan tələb olunur. Azərbaycanla
Birləşmiş Ştatlar arasında münasibətlər indi çox yüksək səviyyədədir və bunun bu şəkildə də olması bizim milli maraqlarımıza uyğundur. Amma eyni zamanda bu kimlərinsə marağına uyğun deyil. O cümlədən Amerika daxilində o erməni diasporası ki var, onların maraqlarına uyğun deyil Azərbaycanla Birləşmiş Ştatların münasibətlərinin bu səviyyədə olması və onu pozmaq üçün təşəkkül bir koordinasiyalı şəkildə hərəkət eləyirlər. Və həmin hərəkətlər bu və ya digər şəkildə həmin o sizin dediyiniz xaricdə oturub söyüşlə, təhqirlə, şantajla məşğul olan insanlar vasitəsilə Azərbaycanın iç segmentlərinə, daxili segmentlərinə ötürülmək istəyir. Sabahlarım mən həmin o separatçıların məhkəmə prosesini çox diqqətlə izləmişəm. Mən bizim baş prokurorluğu, bizim məhkəmələri, bizim vəkilləri həqiqətən ürəkdən təbrik edirəm. Nəyə görə? Mükəmməl bir məhkəmə prosesi apardılar. Və onun arxasında bütün onların o təzyiqləri var ha, bizim məhkəmə sisteminə bir dənə amil dayanırdı. Bax, yenə gəldik həmin məsələyə çıxdıq. Əsas istək ondan ibarət idi ki, həmin onların o hüquqi çərçivədə aparılan mübarizəni. Deməli, həbs olunanların Azərbaycanın yurisdiksiyasında olmasını təşrif eləsinlər ki, yəni Azərbaycan bu məhkəməni apara bilməz, çünki sanki Dağlıq Qarabağ ayrı bir yer idi və s. Həmin o dolayısıyla işğal faktını hələ də aktual saxlamaq istəyirlər. Bəli. Gələcək revanş üçün. Biz də çox kifayət qədər qətiyyətli bir şəkildə bu prosesi uğurla yekunlaşdırdıq. İndi görürsünüz hardan çıxır. İndi mən sizə buradan deyirəm, bir neçə gün sonra biz bu dalğanın həmin o mühacirlər vasitəsilə, hətta ola bilsin daxildəki hansısa qüvvələr vasitəsilə Azərbaycana ötürülməsinin şahidi olacaq. Şərt o deyil, ha, onlar mütləq deyəcəklər ki, arayı buraxın və yaxud vardan yəni qeyd. O adı altında eləməyəcəklər. Təbii ki, başqa adı altında. Tamam, başqa adı altında, başqa təzyiqlər vasitəsilə. Avropa Şurasının o bəyanatlarını görürsünüz də. Bəli. Bir-iki dənə Azərbaycan adı yazılır ki, o ona maraqlı deyil. Onun son nəticəsi mən sizə deyim ki, başqa hansı texnologiyalar ola bilər. Bizim dövlət adamlarımıza qarşı, prezidentə qarşı, prezidentin ailəsinə qarşı, bizim üzvdə olan vəzifəli şəxslərimizə qarşı, nazirlərə qarşı, bizim ictimai rəy yaradan tanınmış media nümayəndələrinə qarşı, hətta ola bilsin ki, bu çıxışdan sonra mənim özümə qarşı çox ciddi şəkildə kampaniyalar gedəcək. Biz artıq bu şeyləri o qədər görmüşük ki, hər fürsətdə ölkədə bir dənə beynəlxalq tədbir keçirilir Azərbaycanda. Bir dənə qaralama kampaniyası başladı. Niyə də? Mən bunu anlamıram da. Yaxşı da hakimiyyətdən xoşun gəlməsin, tənqid elə də. Amma Azərbaycan dövləti adına olan şeyləri yadıma düşmüşkən bir şey də deyim. Çox hörmətli Zahir bəy. Bizim bəzən tamaşaçılar bir məsələni qatışdırır. Hakimiyyəti tənqid eləmək bir haqdır. Bizim haqlarımızın bir növüdür deyək də, bizim haqlarımız tərkibindədir. Kim hakimiyyəti tənqid eləyirsə, o demək deyil ki, o vətənə xəyanət eləyib. Təbii ki, yox. Bu tamam ayrı anlayışdır. Dövlətə xəyanət o tamam başqa məsələdir. Bunu heç müzakirə eləmədik də, yəni əvvəldən izahını verdik, keçdik. Amma hakimiyyəti də tənqid eləmək olar, məni də tənqid eləmək olar, Zahir bəy də tənqid eləmək olar. Tənqid eləmək olar, tənqid. Amma bu demək deyil ki, sən vətənə xəyanət eləyirsən. Bəlkə mən tənqid eləməklə vətənə xidmət eləyirsən. Bəlkə mən nəyisə səhv danışıram. Amma səhv danışıram da. O demək deyil ki, mən səhv mövqeyimə görə mənə kimsə sövməlidir. Düzdür? Və yaxud mən qarşımdakı. Bunlar tamam başqa bir şeydir. Vətənə xəyanət tənqid deyil. Vətənə xəyanət odur ki, mən baxıram ki, bu proses mənim dövlətimin, xalqımın xeyrinə deyil. Bu prosesi hansısa məkirli qüvvələr aparır. Və mən bilərəkdən və bilməyərəkdən onların dəyərmanına su tökürəm. Belə o məşhur ifadə ilə desək. Və sonra da deyirəm ki, nə var ya burada, mən fikrimi bildirmişdim də. Yox, qardaş, elə şeylər var ki, o fikir hürriyyəti, fikir azadlığı çərçivəsindən artıq
kənardadır. Mən onun əvvəldə misalını verdim. Doğrudur. Deməli, biz artıq 1 saat tamamlamışıq. Yekunda 1-2 cümlə ilə istəyirəm, çünki vaxtımız artıq bitib bu verilişə ayırdığımız. Sonra sizinlə bu məsələləri ayrı-ayrılıqda müzakirə edə bilərik efirdə. Bu günləri Türkiyədə çox maraqlı bir siyasi hadisə baş verdi. CHP-dən ayrılmış qrup Özgür Özəlin liderliyində neçə gündür ki, müzakirə edilən yeni parti adını bu gün elə elan elədilər, elə yeni parti olaraq da və 91 millət vəkili ilə Daxili İşlər Nazirliyinə partiyanın qeydiyyatı ilə bağlı müraciət olundu. İstəyərdim bu haqda fikirlərinizi alaq ki, yeni parti nəyi dəyişəcək? Onu da qeyd edim ki, Türkiyə Böyük Millət Məclisində avtomatik olaraq bu yaradılmış yeni parti ana müxalifət partiyasına çevrildi. Çünki CHP-nin 135 deputatının 91-inin bura keçməsi ilə 44 deputatı qaldı. Elədirmi? Yəqin ki, səhv eləmirəm. 40 neçəsi qalır? Buyurun, sizin fikrinizi alın. Çox sağ olun. Bu da çox maraqlı bir sualdır. Bizim oxucularımız, izləyicilərimiz bilir ki, mənim yeni partiyanın lideri Özgür Özələ bir şəxsi simpatiyam var. Və bu simpatiya da ondan irəli gəlir ki, Türk dünyasında, təkcə Türkiyədən getmir. Aydın baxışlı bir insan, bir siyasi fiqur önə çıxıb, öz iddiasını ortalığa qoyur və kifayət qədər mənim fikrimcə yaxın perspektivdə Türkiyə siyasəti üçün həll edici simalardan biri məhz Özgür Özəl olacaq. Amma mən məsələyə və yenə deyirəm, mənim şəxsi simpatiyam Özgür Özəl yönündədir. Amma mən məsələyə baxıram ilk növbədə Azərbaycanın maraqlarından, Bakının maraqlarından. Ki, Türkiyədə sabah hakimiyyət dəyişikliyi baş versə, mən əminəm ki, Azərbaycanla Türkiyənin münasibətləri elə bir səviyyədədir ki, bu hakimiyyət dəyişikliyi belə Azərbaycanla strateji münasibətlərə heç bir təsir göstərməyəcək. Bəli. Amma bütün buna baxmayaraq, mən yenə məsələyə Azərbaycanın rakursundan yanaşıram. Uğurlu olsun deyirəm, xeyirli olsun deyirəm. Amma onu da deyirəm ki, kimsə hakimiyyətə gətirmək, kimsə hakimiyyətdən götürmək Türkiyə xalqının öz seçimidir. Bəli, Türkiyə kifayət qədər yetkin cəmiyyətdir, yetkin bizim qardaşlarımızdır. Onlar da bu məsələnin öhdəsindən uğurla, ağılla mən inanıram ki, gələcəklər. Ancaq bütövlükdə yeni partiya yaratmaq o qədər də asan məsələ deyil. Bunun maliyyə məsələləri var, elektoral məsələləri var, siyasi brendləşmə məsələsi var, geopolitik sistemdə həmin partiyanın yenidən tanıdılması, sıfırdan tanıdılması məsələsi var. İndi düzdür, Türkiyə kifayət qədər NATO-ya inteqrasiya eləmiş bir dövlətdir və bu məsələlərin də ötəsindən orada təbii ki, gəlinəcəkdir. Ancaq çətin prosesdir, mürəkkəb prosesdir. Amma buna baxmayaraq, bu mürəkkəbliyə baxmayaraq, ortada da artıq Özgür Özəlin ətrafında birləşmiş geniş bir kütlə var, geniş bir elektorat da var. Və yəqin ki də indi əgər həbs eləməsələr, sözün açıq mən Özgür Özəlin həbs olunmağını da gözləyirəm. Amma həbs eləməsələr yəqin ki bir 30-40% arasında parlament seçkilərində səs ala bilər. Çox sağ olun, təşəkkür edirəm. Əziz dostlar, dəyərli izləyicilər, daha bir buraxılışımızın sonuna gəldik. Sonunda yenə də qayıdıram mövzumuzun üzərinə ki, bu dövlət bizimdir. Bu dövlətin namını qorumaq bizim hər birimizin borcudur və dövlətin başçısı isə dövlət atributlarından biridir. Talib bəy, doğrudurmu deyirəm? Yəni bayrağımız, gerbimiz. Qanuna görə dövlət başçısının şərəf və ləyaqəti qanunla qorunur. Bəli. Nəyə görə? Bütün insanların şərəf və ləyaqəti qanunla. Onu demək istəyirəm. Onun vəzifə şərəf və ləyaqəti qanunla. Kimlər ki, yenə deyirəm, daxildə problemlərimiz ola bilər. O problemləri burada biz də səsləndiririk. Daxildə sözümüz ola bilər. Onu burada deyə də bilirik. Amma kimlər ki, Azərbaycandan kənarda, Azərbaycan dövlətinə qarşı hansısa fikirlər, şüarlar səsləndirməklə ki, dövlətin başçısına qarşı, bunu bilin Azərbaycana qarşı səsləndirmişsiniz. Dövlətə yox, dövlətə, vətənə qarşı, millətə qarşı, elə bizə qarşı səsləndirmişsiniz. Sözün var, sözünü tənqid edə bilərsən, amma vətəndən kənarda ki, Azərbaycan dövləti orada təmsil olunur, sənin orada hay-həşir salıb Azərbaycan dövlətini aşağılayıcı ifadələr işlətməyin, elə öz vətəninə, öz dövlətinə, öz ailənə səsləndirdiyin ən aşağı fikirlər deməkdir ki, biz buna qarşı olmalıyıq. Hər bir vətəndaşımız bizim borcumuzdur ki, ilin günün bu vaxtında
dörd tərəfdən yanan bir dünyada Azərbaycanı qorumaq hər birimizin borcudur, bu dövlətimizi qorumaq üçün. Odur ki, əziz dostlar, dəyərli izləyicilər, siz də yayımı bəyənib, paylaşıb öz mövqeyinizi aşağı rəy bölümündə yazmağı unutmayın. Sağlıqla qalın. Zaur Qəriboğlu ilə siyasi reaksiya.